Yəni burada təlim nəticəsinin şagirdlərə bildirilməməsi müəllimin etdiyi nöqsanlardan biridir. Dərsə girdin, yaz lövhəyə təlim nəticəsini. Elektron lövhən var, elektron lövhədə göstər. Və yaxud proyektorun var, proyektorla göstər təlim nəticəsini. Yoxdur markerdən yaz lövhəyə. Yəni biz dərsin əvvəldə həm meyarlarımızı, həm təlim nəticələrimizi şagirdlərə bildirməliyik. Çünki siz necədir müəllimlər? Təlim nəticəsini, yəni niyə biz şagirdlərə bildiririk? Şagird biləndə ki, bu dərsin sonunda hansı bilik bacarığa çatacaq, öyrənmə onun üçün effektiv olacaq. Yəni o başlayacaq, yəni öyrənmə onun üçün rahat olacaq, axıcı olacaq. O bilir ki, bu dərsin sonunda nəyi əldə edəcək? O əldə etməli olduğu məqamı biləndə özü üçün yollar axtaracaq. Strategiya çizacaq, metod axtaracaq. Hansı yolla, hansı tənliklə, hansı düsturla, hansı metoddan, hansı strategiyadan istifadə edərəmsə, mən məqsədimə tez çataram. Yəni məqsədimizi şagirdlərə bildirməliyik də. Bildir ki, sən bu dərsin sonunda hansı bacarığa yiyələnəcəksən. Sanki təlim nəticəsini şagirdlərə bildirməmək bilirsiniz nədir? Sanki şagirdi tanımadığı bir yola ötürmüsən. Uşaq baxacaq sağa, baxacaq sola, hara gedəcəyini bilməyəcək. Bilmir hara gedəcək, nə edəcək. Yəni bu zaman burada effektiv öyrənmədən danışa bilmərik. Yəni təlim nəticəsi bildirilmiş şagirdlərdə, öyrənmə o zaman effektiv olur. Şagird o öyrənməsi üçün yollar axtaracaq. Bilir ki, bu dərsin sonunda bax bu bacarığa yiyələnəcək. Bu bacarığa sahib olmalıdır. Və təlim nəticəsinin bir də müəllim hansı nöqsan eləyə bilər? Təlim nəticəsinin şagirdlərin yaş səviyyəsinə uyğun olmaması. Yəni bəzən baxırsan ki, çox çətin təlim nəticəsi qoyurlar. Yəni elə olmalıdır ki, şagirdin yaş səviyyəsinə uyğun olmalıdır. Və təlim nəticəsi müəllim yönümlü deyil, şagird yönümlü olmalıdır. Yəni şagirdin bacarığı öndə olmalıdır. Şagirdin fəaliyyəti öndə olmalıdır. Yəni mütləq şəkildə şagirdin, məsələn, ola bilər də deyər ki, müəllim şagirdlərdə vətənpərvərlik hissini aşılayır. Müəllim bunu edir. Yəni bunu müəllim edir. Bundan şagirdə nə? Bu müəllim mərkəzli təlim nəticəsidir. Biz bacarığı şagirdlərin bacarığına, biz təlim nəticəsini şagirdlərin bacarığına yönləndirməliyik. Və bir də təlim nəticəsi zamanı feillərin stativ olması yanlışdır. Stativ yox, Bloom taksonomiyasının feillərindən dinamik feillərdən istifadə edilməlidir təlim nəticəsində. Bax, eşidir, bilir, görür, formalaşdırır. Bunlar stativ feillərdir. Bunlar stativ feillərdir. Dinamik feillər hansıdır? Müəyyənidir. Deyək ki, sonra səciyyələndirir, fərqləndirir, qruplaşdırır, nümayiş etdirir, nümunə göstərir, müəyyən edir, istifadə edir, tətbiq edir. Bax, bunlar dinamik feillərdir. Və təlim nəticəsi mütləq dinamik feillərlə olmalıdır müəllimlər. Harada eşidir, bilir, görür, formalaşdırır, gördün, bu dinamik deyil, stativ feillərdir. Bax, buna da diqqət etməyinizi tövsiyə edirəm. Bu da təlim nəticəsini müəyyən edən zaman müəllimlərin etdiyi yanlışlıqlardır.